Xızı rayonunda Prezident Administrasiyasının və Mədəniyyət Nazirliyinin göstərişi ilə Heydər Əliyev mərkəzində şəhidlərimizin adlarının, qəhrəmanlıqlarının əbədiləşdirildiyi Vətən Fədailəri layihəsinin 5-ci hissəsi olan Vətən Fədailəri Şabran Siyəzən Xızı Şəhidləri kitabının ilk təqdimatı keçirilib. Tədbir Müdafiə Nazirliyinin 5-ci Korpus komandanlığının tərkibində olan hərbi orkestrın və ən saylı hərbi hissənin şəxsi heyəti, şəhid ailələri, rayon ictimaiyyəti və digər bölgələrdən gələn qonaqların iştirakı ilə keçirilib. Öncə hərbi orkestrin müşayiəti ilə şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib və dövlət himnimiz səsləndirilib. Ardınca kitabın müəllifi Manya Səxavət qızı, dəstəkçisi Şahin Məmmədov kitabın və tədbirin mahiyyəti haqqında öz fikirlərini bölüşüblər. Şəhid ailələri kitabın nəşrindən məmnun qaldıqlarını qeyd edib, müəllifə təşəkkürlərini bildiriblər. Nəfis tərtibatdan nəşr edilmiş 100 şəhiddən bəhs edən kitab şəhid ailələrinə təqdim olunub. Vətən Fədailəri layihəsinin ilk cildi Naxçıvan şəhidləri kitabıdır. İkinci cildimiz Vətən Fədailəri, İmişli şəhidləri, üçüncü cildimiz Vətən Fədailəri, Şəki şəhidləri kitabı, dördüncü cildimiz Vətən Fədailəri, Tovuz şəhidləri kitabı və beşinci cildimiz Vətən Fədailəri, Şabran Siyəzən Xızı şəhidləri kitabıdır. Dediyim kimi, bu kitabları ərsəyə gətirməkdə tək bir məqsədimiz var. Elə ölkə başçımızın dediyi kimi, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə mənəvi dəstək olmağın, belə deyim, əməldə bir sübutudur ki, belə bir kitabları ərsəyə gətiririk. Layihəni ərsəyə gətirməkdə məqsədimiz Mani xanımla birlikdə şəhid adının əbədiləşməsi, ölkə başçımızın şəhid adının əbədiləşməsinə verdiyi tapşırığı icra etməkdir. Niyyətimiz şəhid adlarını gələcək nəsillərə aşılamaqdır. Xızı şəhidlərinə yer ayrılarkən atamın da şəhidliyini işıqlandırmışdı. Təşəkkür edirəm. Uğurları bol olsun, sonsuz olsun. Deyərdim ki, canlı qəhrəmanlarımızdan da ki, şəhidlərimizi unutmur, yer ayırır. Dəstək olan, kömək olan başda Manya xanıma və dəstəkçilərin hər birinə təşəkkür edirəm. Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət ediblər.